It's a dangerous profession. You know, I tell the story. Race car. Donald Trump ona qarşı son 3 ildə baş verən sui-qəsd cəhdlərini bu cür şərh etdi. Ardınca Ağ Evdən bildirildi ki, prezident işinə davam edir. Bununla da yaşanan hadisə ikinci plana keçdi. Böyük mənzərədə qorxusuz lider obrazı diqqət çəkdi. Səbəb isə sadədir. Çünki böyük riskdən sonra belə Trump sözlərini düşünülmüş siyasi strategiyanın tərkib hissəsi kimi seçdi. Lider özünü davamlı risk altında göstərməklə missiya daşıyıcısı olduğu mesajını verdi. Heç təsadüfi deyil ki, artıq psixoloji məqalələrdə belə Trumpın yanaşması xüsusilə təhlil olunur. Bu yanaşma kütlə psixologiyasında yaxşı işləyən mexanizmlərdən birinə, qorxu və qoruma instinktinə söykənir. Seçici şüurunda belə bir mesaj formalaşdırılır ki, əgər bu lider hədəfdədirsə, deməli o kimlər üçünsə real təhlükədir və bu səbəbdən də onu dəstəkləmək lazımdır. Bu, klassik sizin maraqlarınızı qoruduğum üçün mənə hücum edirlər çərçivəsidir. Bu da xüsusilə Birləşmiş Ştatlar kimi qütbləşmiş cəmiyyətlərdə effektiv işləyir. Qorxuya baxmayaraq geri çəkilməyən, əksinə daha sərt mövqe tutan lider obrazı xüsusilə güc və qərarlılığı axtaran elektorat üçün cəlbedici olur. Trumpın hadisədən az müddət sonra keçirdiyi mətbuat konfransında düşünüb etdiyi gediş təkcə özünə xüsusi missiya yükləməsi deyildi. Belə ki, Ağ Ev rəhbəri hadisənin şübhəlisi olan 31 yaşlı Joel Thomas Allen haqqında ürəyində nifrət var dedi və onun güclü şəkildə xristianlıq əleyhinə olduğunu iddia etdi. Amma hələ də haqqında çox məlumat olmayan şübhəli barədə Trumpın bu sözləri deməsi təsadüfi deyildi. Çünki əvvəlcə o, özünün İsa Məsih obrazındakı şəklini paylaşmış, daha sonra aldığı kəskin reaksiyalara görə silmişdi. Məsih obrazında paylaşım etmək sərhədi aşan addım idi. Nəticədə bu addım liderin özünü birbaşa müqəddəs fiqurla eyniləşdirməsi kimi qəbul olundu və xüsusilə dindar seçici kütləsində narazılıq yaratdı. Bundan sonra xristianlığa qarşı nifrət edənlər məni hədəf alır ritorikası isə Trumpın özünü dini dəyərlərin müdafiəçisi roluna keçirməsinə işarə edir. Ağ Ev rəhbəri açıq şəkildə geri addım atan və ya səhvini etiraf edən siyasi üsluba malik deyil. Ona görə də İsa Məsihlə bağlı paylaşımın belə simvolik hadisələrlə balanslaşdırılması düşünülmüş hərəkətdir. Trump bu sui-qəsd cəhdindən sağ çıxmaqla yanaşı bəzi faydalar da əldə etdi. Çünki o, uzun müddətdir Ağ Evdə planlaşdırılan yeni bal zalı layihəsi ilə bağlı müzakirələr aparırdı. Ağ Evin tarixi şərq qanadının sökülməsi qərarı isə mübahisələrə səbəb olmuşdu. Trump yaşanan hadisəni təhlükəsizlik boşluğu ilə izah edərək dərhal layihəsinin müdafiəsinə keçdi. Bildirdi ki, Ağ Evdə hərbi baxımdan yüksək məxfilik səviyyəsinə malik bal zalı tikilmiş olsaydı, bu hadisə heç vaxt baş verməzdi. Ağ Ev kimi tarixi və simvolik əhəmiyyətə malik bir məkanda geniş miqyaslı dəyişikliklər sadəcə icra hakimiyyətinin istəyi ilə həyata keçirilmir. Müxtəlif institutlar prosesə cəlb olunur. Trumpın planı da bu baxımdan gecikirdi. Amma o, bu sui-qəsd cəhdini bu layihə ilə əlaqələndirərək mübahisəli memarlıq təşəbbüsünə əlavə legitimlik qazandırdı. Trump ustaca ictimai rəy yönləndirdi. Bundan sonra insanlar təhlükəsizlik yönümlü qərarları dəstəkləməyə meyilli olacaqlar. Bu psixoloji vəziyyət də siyasi qərarların qəbulunu asanlaşdıra bilər. President of the United States, Donald J. Trump. Ümumi mənzərədə Birləşmiş Ştatlarda 1921-ci ildən bəri keçirilən 2000 nəfərin iştirak etdiyi köklü tədbirdə reallaşan sui-qəsd cəhdində kimsə ciddi zərər görmədi. Trump və ailəsi üçün isə risk minimum səviyyədə saxlanıldı. Bunun fonunda isə Ağ Ev rəhbəri həm azalan reytinqləri fonunda özünü güclü göstərdi, həm səhvini düzəltdi, həm də planın icrası üçün əsaslı zəmin yaratdı. Amma bu nöqtədə mühüm fərq var. Hadisədən siyasi məqsədlər üçün istifadə etməklə hadisəni əvvəlcədən təşkil etmək eyni şey deyil. Birincisi müəyyən mənada gözləniləndir. İkincisi isə ciddi ittihamdır. Hazırda dünya mətbuatı da bu mövzuda iki qütbə bölünüb. Bunu Trumpa təşkil olunan əvvəlki sui-qəsd cəhdləri ilə müqayisə edəndə açıq şəkildə görmək olur. Əgər Trumpın Pensilvaniyadakı çıxışı zamanı damdan açılan atəş nəticəsində qulağından yaralanması zamanı medianın yazdıqlarına baxsaq, demək olar ki, hər kəs bunun səhnələşdirilmiş oyun olduğundan əmin idi. Elə həmin il Floridada siyasətçiyə məxsus
Golf klubunda qeydə alınan cəhddə də məxfi xidmət agentlərinin tələsik prosesə qoşulması eyni iddianı gündəmə gətirmişdi. Amma bu dəfə solçular hadisənin planlaşdırıldığını iddia etdilər. Uğursuz İran danışıqlarını ört-basdır etmək üçün belə bir addımın atıldığını dedilər. Bəzi nəşrlər və sosial şəbəkələrdəki ayrı-ayrı şəxslər isə Trumpın hadisədən maksimum istifadə etdiyini, amma bunun onun özünün təşkil etmədiyini dedilər. Onların fikrincə şübhəli şəxsin Trumpı yox, onun administrasiyasının üzvlərini hədəf aldığını etiraf etməsi, eləcə də ötən dəfəkilərdən fərqli olaraq Trumpın bu dəfə məşhur jurnallara üz qabığı ola biləcək şəkillər çəkdirmək yerinə yıxılaraq səhnədən uzaqlaşdırılması da bunu göstərir. Baxmayaraq ki, Trump Bidenə lağ etdiyi məsələnin hədəfinə çevrilməmək üçün təhlükəsizlik qrupunun yerə əyilin dediyi üçün sadəcə başını aşağı əydiyini iddia edir. And again, they're talking about free speech in our Constitution.